Hörmətli dinləyicilərimiz, salamlayırıq hər birinizi. Bir daha yada salım ki, Bakı Expo mərkəzindən hal-hazırda çıxışımız canlı yayımlanır və bir daha xatırladım ki, Xəzər İnşaat həftəsi davam etməkdədir. Bugün artıq ikinci gündür. Daxili İşlər Nazirliyi Avto FM radiosu üçün gözəl bir şərait yaradıb. Burada stenddən canlı yayımda Bakı Expo mərkəzindən çıxış edib. Bugün mən artıq bu studiyada, bu stenddə tək deyiləm. Bizim qonağımız da var və həyat dolu bir insandır. Həm idmançıdır, həm motivatordur. Hər zaman izləyirik və görürük və 26 illik müəllimlik fəaliyyəti var və onun marafonlarının sayı hesabı yoxdur və sonuncu dəfə Almaniyanın Köln şəhərindən döndü və orada da maraqlı uğurları var, çıxışları var. Studiyamızda bugün qonağımız Azərbaycanın ilk Ironman'i Firdovsi Kərimovdur. Xoş gördük sizi, xoş gəldiniz. Salam Əleykum, xoş görmüşük Ceyhun və xoş görmüşük və xoş dinlənilirik əziz dinləyicilər. Çox xoşdur mənim üçün artıq bu doğma radiodur və belə bir şəraitdə, xüsusi bir şəraitdə bu verilişin təşkil olmağı mənim üçün xüsusi önəm daşıyır, çünki çox maraqlıdır. Bura çox maraqlıdır. Bəli, və ümumiyyətlə radio studiya ayrı, bura təbii ki bu stend ayrı, bu gün gözəl bir tədbir başdır. Bir daha xatırladım, Daxili İşlər Nazirliyinin təşəbbüsü, onların təbii ki sayəsində bax belə bir stendimiz qurulub. Buradan canlı bağlantıdayıq, canlı izlənirik. Necədir hisslər, necədir təəssüratlar? Özünüz Firdovsi də bayaq dedi ki, maraqlıdır burayı. Radioda olasan və studiyada hamı səni görür. Mənim üçün bu ab-havanın ümumiyyətcə yaradılmasına görə mən öz xüsusi təşəkkürümü bildirirəm və məni məhz bura qonaq elədiyinizə görə. Çünki çox maraqlıdır. Baxın, insanlar keçir və baxırlar, onlara çox maraqlıdır ki, burada nə söhbətdə gedir. Ona görə Avto-FM-ə qoşulun dostlar. Avto-FM-ə qoşulun, siz görəcəksiniz ki, hardan izləyirsiniz əsas odur. Bəli, çox maraqlıdır və yol patrul xidmətinin avtomobili düz qarşınızdadır. Bu da çox gözəldir. O qaydalara əməl etmək lazımdır. Əgər sürücü isə mütləq şəkildə. Və təbii ki, idman sayəsində dediniz, bayaq bir söz işlətdiniz ki, çox xoşdur ki, məni bugün bu tədbirlə bağlı, bax bugün gözəl bir gündə Bakı Expo mərkəzində xüsusən də məni dəvət eləmişsiniz. Niyə ki, sizin uğurlarınız maşallah idman sahəsində də, marafon sahəsində də kifayət qədər uğurlarınız var. Birinci istərdim ki, Köln marafonu barədə necə keçdi və bu yarış sizin üçün nə ilə fərqli oldu Firdovsi bəy? Təşəkkür edirəm. Dostlar, məsələ orasındadır ki, marafon məsafəsi 42,2 kilometr olmaqla bu ümumiyyətcə çox, hər bir marafon məsafəsi şəxsən mənim üçün çox böyük bir çağırışdır. Çağırış həm bədənimə çağırışdır, fiziki, yəni imkanlarıma çağırışdır. Həm əqli cəhətdən, həm mental cəhətdən. Yəni bu marafon məsafəsini qət eləmək həqiqətən kim ki bu marafon məsafəsini qət eləməyə çalışıb, o məni çox gözəl anlayır və mən hər zaman deyirəm, artıq bu 78 marafon oldu ki, mən bitirdim marafonu. Mənim beynəlxalq marafonlardan söhbət gedir, rəsmi marafondan söhbət gedir və Azərbaycanda bu rekordu yeniləyən hər məndən sonra yoxdur və əlbəttə ki, hər şəhərin öz ab-havası var. Almaniyanın Köln şəhərinə gəldikdə, əlbəttə ki, gözəl şəhərdir. Çox gözəl, oranın gözəl, baxımlı, görməli yerləri var. Və marafon marşrutu, qaçış marşrutu həmişə elə qurulur ki, ən şəhərin görməli yerlərindən keçsin. Və siz də qaçan olaraq, siz qaçırsınız, birinci növbədə, belə deyək də, şəhərin mərkəzindən qaçırsınız. Şəhərin o mərkəzindəki olan abidələri görürsünüz. Alman mədəniyyətinə xas olan o abidələr, o qatik üslublu, mən hətta deyərdim belə abidələri görürsünüz. Sonra isə bütün marafonlarda belədir. Sonra sizi marafon marşrutu aparır biraz kənara. Ki siz oralarda parkları görəsiniz, yaşıllığı görəsiniz və bu qaçanlara belə bir növ kömək eləyir. Orada hava daha münasibdir qaçış üçün. Oksigen boldur, ağaclar, bu yaşıllıq və əlbəttə ki, finişdə hər zaman şəhərin ən gözəl mərkəzi meydanlarında olur. Ki bu marafonu mən gedəndə ümumiyyətcə mənim hər marafon öncəsi məndə bir hiss var. Görəsən mən bu marafonu finiş eləyəcəmmi, yoxsa eləməyəcəm? Və o finiş məsələsi də çox önəmlidir, bir qədər fərqlidir, o qırmızı xalı məsələsi. Belə doğrudur dostum. Mən onu da vurğulamaq istəyirəm. Əlbəttə ki, bizdə də bu dəqiqə keçirilən marafonlarda, yarışlarda biz o qırmızı xalını mütləq qoyuruq. Niyə görə? Mən sizə deyim. Çünki təsəvvür edin ki, qaçıcı
məsafəni qaçır və o məsafəni qaçarkən inandırım sizə beynində nə qədər öz-özünə mübarizə aparır. Dayanım, yoxsa davam edeyim. Dayanım, yoxsa davam edeyim. Okey, biraz da gedim, sonra dayanaram. Və bunun sonunda Ceyhun bəy, o qırmızı xalından keçəndə artıq biz ona şərəf metrləri deyirik. Son metrlərə biz ona şərəf metrləri deyirik. Üzülürsən, biraz əllə danışıram. Mən çünki emosional mən emosional olduğum üçün və bu finişə yaxınlaşdıqda bir 200 metr həmin o qırmızı xalı ilə qaçıcılarımız. Yəni sən artıq sonlara gəlirsən. Bu sənsən. Bunlardan 2 noyabrda qələbə qaçışımız olacaq bizim. Nə gözəl. Kilometrlik qələbə qaçışında hansı ki biz hər il təşkil edirik Gənclər və İdman Nazirliyi ilə bərabər, Bakı şəhər xalqası əməliyyat şirkəti ilə bərabər təsəvvür edin ki, qələbəmizi alan ildən 2020-ci ildən dərhal sonra noyabr ayının birinci həftəsində biz bu qələbə qaçışını edirik. Və bu noyabrın yeri gəlmişkən hamını dəvət edirəm. Bu noyabrın ikisi də biz həmin 10 kilometrlik qaçışı təşkil eləmişik və orada da qırmızı xalı var. Mütləq şəkildə. Çünki o qələbəni hiss eləsinlər hər qaçan dostlarımız o 10 kilometrin finişində özlərini bir qalib kimi hiss eləsinlər. Əslində çox gözəl bir ideyadır. O qırmızı xalı doğrudan da bu müxtəlif o ən möhtəşəm tədbirlərdə biz görmüşük ki, o qırmızı xalı məsələləri falan, amma niyə də olmasın marafonda? Niyə də bu təbii ki özünü göstərməsin? Çünki hər adam da o məqama gəlib çata bilmir. Çox gözəl bir haldır. Bir çox ölkələrdə, şəhərlərdə bu marafonda iştirak eləmisiniz. Mənə məşq prosesi maraqlıdır. Necə hazırlıqlar necə gedir? Yəni necə özünüzə motivasiya verirsiniz? Çünki yoldan yola, küçədən küçə hər yerdə də fərqlidir də deyək ki. Bax bunu necə eləyə bilirsiniz? O adaptasiya məsələsi var. Bir yerdən adam var ki, bir yerə gedir, deyir ki, mən elə bir ay mən elə adaptasiya ola bilmirəm. Bax, Firdovsi bəy, bunu necə bacarır axı? Çox gözəl sualı Ceyhun bəy. İlk öncə, əlbəttə ki, Firdovsi bəy tək deyil. Yəni, mən marafonçu olaraq tək, bizim klubumuz var. Qaçış klubumuz var, Bakı Marafon klubudur ki, o kluba yenilər qoşulur, yeni qaçmaq istəyənlər. Bizi görən və niyə də mən marafon qaçmayayım düşüncədə olan insanlar bizə qoşulurlar və biz mütəmadi olaraq məşqlər edirik. Hər bazar günü bizim qaçışlarımız var və qaçışlarımız biz necə əyləncəli formadadır. Biz sadəcə qaçmırıq. Biz zarafatlar edirik, qəşəng şəkil videolar çəkirik, maraqlı, müasir trenddə olan videolar çəkirik və bunun hamısını biz həm storylərdə, statuslarda, sosial şəbəkədə post edirik və bu da bir çox marağa səbəb olur. Bu, əlbəttə ki, məşq prosesidir. Mütləq şəkildə olmalıdır. Və mən sizə inandırım ki, keçən bazar 12 oktyabrda Budapeşt şəhərində bizdə 1, 2, 3, 4 nəfər marafonçu statusu aldı. Ay Allah, çox gözəl nəticələrdir. Tək Rauf Qurbatov deyil, o artıq marafonçu Rauf Qurbatovdur. Və o da marafonçu oldu çünki Elnur Amanov marafonçu oldu, Emin Məmmədov marafonçu oldu çünki onlar məhz Budapeştdə Azərbaycan bayrağı ilə 42,2 kilometri bitirərək finişə girdilər. Məhz Azərbaycan bayrağı ilə və mən bunu həmişə deyəndə mənə dostlarım deyirlər ki, Firdovsi, indi sizi başa düşdük. Çünki finişi daxil olarkən aparıcı görür. Həm bayrağı görür, həm də orada tablo var. Tablo görür Azərbaycan. Azərbaycan adı. Görür Azərbaycanı deyir dəfələrlə. Çox gözəl bir haldır. Azərbaycanımızın uğurları hər zaman, hər bir idman sahəsində olsun, bayrağımız hər zaman yüksəklərdə olsun, hər zaman diqqət mərkəzində olar. Və Firdovsi bəy, bir məsələni də deyəcəm. Bu təbii ki görüntülər, sizin təbii ki bu təşəbbüsləriniz, motivasiyanız, deməli motivasiya varsa bu çox gözəldir və mən dəfələrlə sizin sosial şəbəkələrdə də izləyəndə baxıram ki, qaça-qaça, siz hətta cənab nazirlə də çəkmişdiniz. Mənə maraqlı gəlir ki, Firdovsi bəy bu həm qaçır, həm çəkiliş edir. Bunu yəni necə o insan istər-istəməz o diafragma məsələləri var. Yəni bu çox mənim üçün önəmlidir ki, siz bir aparıcı olaraq bunu yaxşı bilirsiniz. Mənim sadəcə maraqlı gəldi. O nüanslar ki var, o diqqətimi çəkdi ki, bax bunu necə bacarır Firdovsi bəy? Həm gəzir, həm danışır, həm insanlara informasiya verir. Orada bir informasiyalar da vardı. Yəni bax bunları bax necə çatdıra bilirsiniz bu üçü birində? Necə? Mən sizə deyim, mən not verim dostum. Deməli, ümumiyyətcə Bakı marafonu biz keçiririk hər may
ayın 1-ci bazar günü və Heydər Əliyev Fondunun əlbəttə ki, bunun Bəli, təşəbbüskarım. təşəbbüskarıdır, bunun təşkilatçısıdır və hər dəfə də məni də dəvət edirlər. Həm aparıcı qismində, həm də ki, o siz deyirsiniz motivator. Aha. O 2 ay öncədən bu marafon haqqında əhalini məlumatlandırmaq bilirsiniz bu çox vacibdir. Bəli. Və indi siz çox gözəl bir məqama toxundunuz. Hətta mənim arzum nə idi? Hətta mənim arzum elə yeri gəlmişkən, bəlkə belə siz qəşəng bir ideya verdiniz mənə indi. Aha. Bütün marafonu qaçarkən indi müasir cihazlar çıxıb da o məni bax buradan belə çəksin və mən marafon boyu söhbət eləyim. Aha, maraqlılar. Sanki bir imaginary personajla, bir təxəyyülümdə olan bir personajla müzakirə edirəm. Çünki Ceyhun bəy, inandırım sizi marafonda o qədər maraqlı hisslər gəlir adıma. Mən deyirəm ki, bu marafon məsafəsi ki var 40 kilometr. İnandırım sizə həm sevinç, həm sonra artıq bir ar olur ki, sən özünə mübarizə edirsən. Və çox istəyərdim ki, bax onu mən kameraya, belə deyək də bir 4 saatlıq efir olaraq, canlı yayım, YouTube efiri olaraq Çox qəşəng oldu. eləyim. Mən sual verdim, o sualda nəsə bir ideya yaratdım. Tamamilə doğru. Və siz də artıq o ideyanı reallaşdırarsınız inşallah ki və ondan sonra da Ceyhun bəy və Avto FM radiosu ideya ortamdan çıxdı. Dostlar, davam edirik. Bəli, bir daha xatırladım ki, Xəzər İnşaat həftəsində Bakı Expo mərkəzdən biz sizi salamlayırıq və tədbirin artıq 2-ci günüdür. Burada Daxili İşlər Nazirliyi çox gözəl bir şərait yaradıb. Avto FM radiosu üçün də gözəl bir stendimiz var. Canlı olaraq burada həm dinlənirik, həm də izlənilirik. Yeri gəlmişkən tədbirə kifayət qədər insanlar Bakı Expo mərkəzindədir. Müxtəlif sahənin insanları, müxtəlif peşənin insanları böyük maraq göstərirlər Xəzər İnşaat həftəsi çərçivəsində. Və bugün bizim qonağımız Iron Man, bax belə deyək, dəmir adam bizim dildə. Ümumiyyətlə, nədir bu Firdovsi bəy, nədir? Bunu biraz açıqlayaq, bəlkə də çox yerlərdə bu barədə danışmışsınız, amma ola bilər də dinləyicilər deyirlər, nə deməkdir? Görəsən bu Firdovsi bəy neyin baxın, hansı rekordu qırıb? Azərbaycanda bir ilkdir bu. Buyurun. Tamamilə doğru, çox sağ ol suala gəlir. Çox gözəl sualdır Ceyhun bəy. Deməli, Iron Man bu biz örgəşdiyimiz Marvel Iron Man personajı deyil. Deyil, Bu bəli. bir tituldur. Bu bir ləqəbdir ki, sizə verilir. Bunu almaq üçün nə demək lazımdır? Birinci 3,8 kilometr üzmək lazımdır. Aha. Açıq havada. Təsəvvür edin ki, 3,8 kilometr siz ya dənizdə, ya okeanda, ya göldə üzürsünüz. Aha. Ondan sonra dərhal çıxırsınız və keçirsiniz velosiped etapına. Və velosipedi də 180 kilometr məsafəni siz qət edirsiniz dayanmadan. Aha. Ondan da sonra hələ bu azmış kimi. Bundan da sonra dərhal qaçış eləmək marafon məsafəsini, yəni 42,2 kilometr məsafəni. Və bütün bu 3 növü 16 saat civarında eləyən adama finişdə deyirlər sizinə You are an Iron Man. Və onu Firdovsi Kərimov bacarıb Azərbaycanda bu ilkə imza atıb. İlk Iron Man mən olmuşam 2016-cı ildə yeri gəlmişkən və ondan bu yana heç kim deyəcəm sizə. Və Fransanın Vichy şəhərində idi və bilirsiniz də Fransa bizə qarşı biraz öz münasibəti var və mən Azərbaycan sözünü 3 dəfə orada aparıcıya dedim ki mən bayrağı göstərəm. Deyirəm Azərbaycan dedi. 3 dəfə dedim və sonra finiş elədim. Və 2016-cı ildən başlayaraq Azərbaycanda mən və mənim dostlarımla bərabər istədik ki, Iron Man'lərin sayı çox olsun. Yeri gəlmişkən mən bunu tək Azərbaycanda yox, eyni zamanda Qafqaz ölkələri arasında birinci eləmişdim. İndi hazırda Azərbaycanda bilirsiniz nə var? Azərbaycanın Iron Man yarışı gəlir. Səbəbin ki 9 il yorulmaz fəaliyyətimizdən sonra Iron Man bilirsiniz də bu bir brenddir yarış. O gəlir və yeri gəlmişkən 6 sentyabr 2026-cı ildə Azərbaycanımızda həmin yarış başlayacaq. İndi isə Azərbaycanda 30-dan artıq Iron Man var. Bəli, çox əslində insanlara böyük bir motivasiyadır. Onlar üçün, gələcək üçün, gənclərimizə, yeniyetmələrimizə əlbəttə ki, hər biri mən əminəm ki, olmaq istəyər. Niyə də dəmir adam tituluna sahib olmasın? Əslində o dəmir adam nəzərdə tutulan ürək, yəni kökəm olmalıdır. Çünki hər idman növü idman növüdür. Bəli, çox gözəl. Və maraqlı bir məqamı deyəcəm. Siz müəllimliklə marafonçuluq, yəni həm müəllimsiz, həm də bu ümumiyyətlə necə hansı oxşar cəhətləri var? Ümumiyyətlə bunları necə bir-birinə belə birləşdirirsiniz?
Təşəkkür edirəm. Çox Buyurun. maraqlı sualdır. Mənim ümumiyyətcə dərs sistemim elədir ki, indi yəqin ki, mənim tələbələrim dinləyirlər. Hamıya buradan salamlarımı çatdırıram. Çünki mən 99-cu ildən müəllimlik peşəsində məşğulam və bunu çox sevirəm. Bu mənim bir ehtirasımdır, müəllimçilik. Və mənim dərslərim də emosionaldır. Mənim dərslərimə də mən tələbələrlə emosional bağlantıya girib onlara ingilis dili öyrədirəm. Bilirsiniz, və sonra fikirləşirəm ki, axı müəllimlik tək hansısa bir disiplini, misal üçün ingilis dilini öyrətmək deyil. Müəllimlik həmçinin nədir? Uşağın, tələbənin sizə baxıb sizin kimi olmaq istəməyidir. Nümunə olmağı. Müəllimlik borcludur. Ümumiyyətcə ki, tələbələr üçün nümunə olsun. Bəli. Və mən də düşündüm ki, niyə də mən tələbələrim üçün sağlam həyat tərzini təbliğ eləməyim belə üsulda. Niyə özümün nümunə gətirməyim tələbələrimə və eləcə də ətrafdakılarıma və eləcə də öz ailəmə, öz dostlarıma. Bax, çox insanların fikirləri dəyişib. Bax, mən ki bu söhbətləri eləyirəm. Bax, təşəkkür edirəm sizin verilişinizə ki, bax, belə bizə imkan, platforma yaradırsınız bizim üçün. Biz gəlib, bax, insanları qaçışa, velosipedə, bilirsiniz, bizim və üzgüçülüyə dəvət edirik. Bizim torpaqlar azad olunan kimi biz geri qaytaran sonra öz azadlığımızı biz Qarabağda təsəvvür edin ki, velosiped yarışı keçirtdik. Beynəlxalq velosiped yarışı. Bilirsiniz, bu tək idman deyil. Bu həm də ölkəmizin təbliğatıdır. Biz Zəngilanda triatlon yarışı keçirtdik. Və yeri gəlmişkən cənab nazir də bizimlə bərabər iştirak edir bütün bu yarışlarda. Çox gözəl, əlbəttə ki, nümunə olmaq məsələsi. Bəli, peşəsindən, vəzifəsindən asılı olmayaraq və bir də çox gözəl bir məqamı bayaq qeyd elədiniz ki, həqiqətən də müəllimlik baxımından çox xoşuma gəldi. Yəni tək müəllim olmaq nəyisə öyrətmək deyil, yaxşı nümunə olmaq. Bir də ki, idmanın həyat tərzinə çevrilməsini istəyirsiniz. Tamamilə də bu mənim kredomdur. Bəli. Ki idman, bilirsiniz, bir var peşəkar idmançılar. Yəni onlarla artıq federasiyalar məşğuldur. İnsanlar, yəni ictimai xadimlər. Biz idmanı çevirməliyik gündəlik həyat tərzinə. Bəli. Yəni gündəlik həyat tərzi, yəni pis vərdişlərdən insanı çəkindirir istərsən. Tamamilə doğru. Gəlin velosiped sürün, gəlin. Ona görə deyirlər də, sənin o təngi nəfəs olan insanlar var, tez bir zamanda siqaret çəkirlər, müəyyən alüdəçiliklər, bacarmıram və o artıq onu idmanı həyat tərzinə çevirəcəksə müxtəlif o neqativlərdən uzaq olmalıdır. Siz də bunu təşviq edirsiniz. İdman edərkən fərqi yoxdur hansı idman. Mən çox yaxşı stol tenisdə oynayıram. Mən çox yaxşı voleybol da oynayıram. Fərqi yoxdur hansı idman. İdman edərkən endorfin hormonu ifraz olunur. Serotonin o xoşbəxtlik hormonudur. Və siz həmin o idmandan o qədər xoşbəxt olursunuz ki, o qədər siz o xoşbəxtlik payınızı alırsınız və həyatı sevirsiniz ümumiyyətlə. Çox gözəl və uğurlu finişi həmkarlarınıza həsr edirsiniz. Bax, burada müəllimlərə olan jest də var. Müəllimləri unutmursunuz. Müəllimliyi daha doğrusu unutmursunuz. Yəni, baxmayaraq ki, marafonçusuz, baxmayaraq ki, insanları idmana təşviq edirsiniz, amma bununla paralel, yəni müəllimlik peşəsinin çox belə deyək, önəmli olduğunu deyirsiniz. Bu duyğular, bu hisslər nədir sizdə, bax, Firdovsi bəy? Belə doğrudur. Bilirsiniz, 5 oktyabr müəllimlər günüdür. Və biz müəllimlər üçün belə tələbələr tərəfindən bizə olunan o diqqət günüdür. Düzdür, tələbələr nəticə alında bizə təşəkkür edirlər, biz müəllimlərə. Və bilirsiniz, mən peşəmi çox sevirəm, öz peşəmi. Müəllimlik peşəni dəhşət çox sevirəm və heç zaman ayrılmağı düşünmürəm bu peşədən. Təkliflər də olub. Ayrılmamışam. Mənim peşəm var. Mən müəlliməm. Çünki məndə bu yaxşı alınır. Məndə bu çox gözəl alınır. Uşaqları, gəncləri düzgün yola aparmaq, düzgün yola yönəltmək, aparmaq belə məndə alınır. Və mən bu marafonu, Kölndəki, Almaniyanın Köln şəhərində olan marafonu, bilirsiniz, marafonu qaçarkən siz nə haqda düşünməlisiniz? Başqa cür alınmır. Mən məhz müəllimlərim, öz müəllimlərim haqqında düşünürdüm. Həmin qaçışda. Məni dəstəyən müəllimlər olub. Məni dəstəyən çox gözəl peşəkar müəllimlər olub ki, mən onları düşünürdüm. Və onları da düşünəndə özümü də düşünürdüm. Və özüm də müəlliməm. Və ona görə Kölndəki marafonu, biz ümumiyyətcə hər marafonun finişini nəyə həsr edirik? Yeri gəlmişkən 25 oktyabrda növbəti marafonumdur. Portuqaliyanın Lissabon şəhərində mən qaçacam və əlbəttə ki, məhz o Lissabon sammitinə
Aha. Məhz o ulu öndərimizin olan Lissabon sammitinə həsr edəcəm bu marafonu. İnşallah, inşallah bu yolda sizə uğurlar arzu edirik. Uğurlarınız davamlı olsun. Hər birimiz bayaq da dediniz ki, mən özüm müəllim olsam da, axı mənim də müəllimlərim olub. Əgər bir gün bütün müəllimlərə bir mesaj vermək istərdiniz, bax, istəsəydiniz, bu mesaj nə olardı? Bütün müəllimlərə nə demək istəyirsiniz? Hafta FM radiosu vasitəsilə. Əziz müəllimlər, əziz kollegalar, müəllimlik peşəsi, yeri gəlmişkən bunu ulu öndər də deyib, müəllimlik peşəsi çox ali peşədir. Şəxsən mən buna belə baxıram və inanırsınız, biz bir insanın həyatını dəyişmirik. Müəllimlər bütün öz tələbələrinin həyatlarını yaxşılığa doğru, keyfiyyətcə yaxşılığa doğru dəyişirlər. Və ona görə də gəlin öz peşəmizi sevək, öz peşəmizin üzərində işləyək. Çünki hər bir müəllim, mən bugün oxudum, öyrəndim, onu tədris edib, aha, həyat dəyişir. Və beləliklə mən yenə özüm oxumalıyam ki, o dəyişiklikləri öyrənim. Bir müəllim olaraq, müəllim mənim üçün hər zaman həm də tələbə olmalıdır ki, sonra öz tələbələrinə yeni öyrənilən mesajları verəsiniz. Bəli, çox gözəl. Çox sağ olun. Biz bu söhbətdən həm də onu anladıq ki, elə mən də onu anladım ki, Firdovsi bəy həm müəllim, həm də ki, nümunəvi, yəni belə marafonçu kimi kifayət qədər nümunəvidir. Yəni hər iki peşəni, hər iki sahəni, özü dərin və dəyərli sahəni özündə birləşdirib, özdə yaxşı birləşdirib, hansı ki, doğrudan da çox gözəl bir nümunədir. Mən sizə növbəti marafonda və müəllimlik həyatında uğurlar arzulayıram. Çox sağ olun ki, gəldiniz bugün. Çox sağ olun Ceyhun bəy, çox sağ olun belə gözəl şərait. Yenə mən çox zövq aldım buradan. Buradan hamıya nə demək istəyirsiniz? Bax, burada Bakı Expo mərkəzinə. Mən baxıram, səhərdən baxırlar bizə, bizi izləyirlər, hətta bizi video çəkirlər və bu mənə olduqca xoşdur. İnanırım sizə, bəzi tələbələrimi də gördüm burada. Bu olduqca xoşdur. Respublikamızda ümumiyyətcə belə bir ekspoların təşkili də çox ibratamizdir. Və əlbəttə ki, tələbələrimiz gəlib belə ekspolarda iştirak edin. Ola bilsin nəsə yeni bir şey öyrənirsiniz burada. Bəli, Burada yeni buradadır. Bax, Xəzər İnşaat həftəsindəyiz. Bax, inşaat sektorunda nə yeni hamısı buradadır. Bəli. Bir sürü olacaq təhsil sektoru. Yəni belə kitab sərgisi də olur, müxtəlif təbii ki, sərgilər burada hər zaman baş tutur. Bugün də Avto FM radiosu olaraq da biz buradayıq, sabah da burada olacağıq və bu ənənəni davam etdirəcəyik. Təşəkkür edirik. Çox sağ olun ki, çox böyük motivasiya aldım sizdən. Çox böyük yüksək enerjiyə maliksiniz, müsbət enerjiyə maliksiniz. Hər adamda bu yoxdur doğrudan da. Bu bir tərif deyil, söz xətrinə demirəm. Rahat keçdi verilişdə. Həmişə bax belə pozitiv qalasınız və enerjiniz tükənməsin. Bu çox vacibdir. Çox sağ olun. Hansı işdə olursunuzsa olun, doğrudan da hörmətli dinləyicilərimiz, hörmətli dostlarımız, nə iş görürüksə görək, enerji önəmlidir. O enerji bizdə tükənməsin. Sevdiyimiz sahədə və işdə. Çox sağ olun ki, gəldiniz. Təşəkkür ederim. Bizim marafonçumuz Iron Man, Azərbaycanın ilk Iron Man-i və 26 illik müəllimlik fəaliyyətində olan və davam etdirən bir insan hər zaman enerjili olasıdır. Çox sağ olun ki, gəldiniz. Çox sağ olun.